Azərbaycan torpaqları azad olunmalıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Füzuli şəhərində Azərbaycanın 3 rəngli bayrağı qaldırıldı. Zəngilan şəhəri və ətraf əraziləri Şuşa şəhəri işğaldan azad edildi. Və bugün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqı. Öz vətəndaşlarımızı öz doğma dədə-baba torpaqlarına qaytaracaq. O torpaqlarda yeni həyat başlanacaq, şəhərlər bərpa olunacaq. Gün gələcək, biz Şuşa məscidini bərpa edəcək, Ağdam məscidini bərpa edəcək. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Mən deyirdim ki, mən bilirəm nəyi, nə vaxt və necə etmək lazımdır və xalq tərəfindən mənə verilən və göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Bütün verilmiş vədləri mən yerinə yetirirəm, bütün verilmiş vədlərə sadiqəm.